Herkese salamlayıram. Bu gün mən çox düşündüyüm və öz həyatımda təcrübə etdiyim və fərqinə vardığım, düşünürəm ki, bir çox insanların hələ də fərqində olmadığı və həyatına çox mühüm formada təsir göstərən bir anlayış, bir dərk etmə forması haqqında danışmaq istəyirəm. Mən özüm də illərlə bunu təcrübə eləmişəm və düşünürəm ki, bu elə bir şeydir ki, yəni insan bunu özü dərk edəndən sonra onun həyatı tamamilə dəyişir və tamamilə başqa istiqamətdə gedir. Hansı mövzudur bu? İnsanların kimlərdənsə gözlənti içərisində olması, hələ də özünə xilaskar axtarması, qurban rolunda olması, daim nələrdənsə şikayət etməsi, hər şeyi taleyin, qismətin əlinə buraxması və öz gücünə inanmamasıdır. Hansı ki, bəzi insanlar bunu dildə ifadə edirkən mən düşünürəm ki, hər şey taleyin, qismətin əlindədir. Yəni, insanın bəxtinə nə yazılıbsa odur. Mən taley, qismətdən kənarda bir şey eləyə bilmərəm və yaxud da mənim üçün atam, anam heç nə eləmədi. Mənim üçün yaxınlarım heç nə eləmir. Mən həyatda özümü tək hiss edirəm. Deyirlər, bu kimi şikayətlər olur və yaxud da yaxınlarından yox, öz müdirimdən, öz əlaqədə olduğu şəxslərdən. Bəzi insanlar da bunu birbaşa ifadə eləməsələr belə öz davranışlarında, dünyaya baxışlarında eləmir, yəni düşüncələrində, birbaşa ifadə etdiyi fikirlərdə bunu göstərmir. Amma biz onu, onun davranışlarında, işdə qazandığı müvəffəqiyyətlərdə, həyata baxışında görə bilirik. Əslində, biraz fəlsəfi mövzudur. Yəni, insanın taleyə, qismətə inanması, insanın axtarıcı, daha doğrusu xilaskar axtarması, bunlar hər insanın düşüncə tərzinə, yanaşmasına, öyrəndiyi bilgilərə və təfəkkür tərzinə görə dəyişir. Amma ümumi olaraq, yəni insanların, uğur qazanmış insanların həyat hekayəsinə baxanda, ümumiyyətlə uğur qazanmaq da öz biraz şərti anlayışdır. Yəni həyatı daha keyfiyyətli yaşayan insanların həyat tərzinə baxanda, onların heç bir insandan gözlənti içərisində olmadığının fərqinə vardır. Hansı ki, həyatını taleyə, qismətə bağlamırlar. Nə bilim, daydayım olsun, məni işə düzəltsin kimi fikirlərdə olmurlar. Olsalar belə müəyyən müddətdən sonra artıq o dərk etmə səviyyəsinə gəlib çatırlar ki, yəni dayday olmadan da və yaxud da xilaskar olmadan insan öz həyatın xilaskarı ola bilir. Yəni sən nə qədər pis bir mühitə düşsən belə, nə qədər əzilsən belə, sıxılsan belə, çətin bir yükün altında əzilsən belə, qalsan belə, sən öz həyatını xilaskar ola bilərsən. Yəni, sənin bir məsəl var, deyir ki, insan qaldıra bilmədiyi yüklə yüklənməz. Yəni, mən də elə düşünürəm əslində. Sən həyatda hansısa bir yükün altında əzildiyini düşünürsənsə, sənin öz gücündən daha çox yük verildiyini düşünürsənsə, oturub bir də düşünmək lazımdır ki, yəni bu məsələ nə deyil, boş-boşunadırmı? Bəlkə sən öz gücünün fərqində deyilsən, bəlkə sənə verilən yük sənin gücündən daha azdır, amma sən elə hiss edirsən. Bəlkə sənə yanlış tanıdıqlar, bəlkə o təfəkkür tərzindəki gözləntilər, insanlardan, dünyadan nəyisə gözləmək səni bu cür vəziyyətə gətirib. Zaten insan psixologiyasında belə bir şey var ki, biz həyatdan, başqa insanlardan müəyyən gözlənti içərisində olanda öz potensialımız müəyyən qədər aşağı düşür. Yəni biz gücümüz 100 üzərindən 100 dəyərləndirilirsə, təfəkkür tərzimizdə gözləntilər daha çox olanda həmin o potensialımız 40%-ə düşür. İstər-istəməz bədənimiz də bu reaksiyanı verir, yəni bizim zəif olduğumuzu göstərir, düşüncə tərzimiz də bunu deyir, həyata baxış tərzimiz də bunu deyir və onu da deyim ki, insanın həyatda qazandığı uğurlar, yaşadığı ərazi, tanışdığı insanlar, bütün bunların hamısı insanın daxili dünyasının bir yansımasıdır. Yəni bu sözsüz şəkildə belədir. İndi fərqli düşünən insanlar ola bilər ki, necə ola bilər ki, yaşadığımız ərazi düşüncə tərzimizə görə olsun. Bu belədir ki, yəni insan doğulur, bizim doğulandan əvvəlki həyatımızı kim təyin edir, necə olur, bu haqda fikirlər çox müxtəlifdir. Amma məlum bir məsələdir ki, insan doğulandan sonra müəyyən bir yaş səviyyəsinə gəlir, öz həyatını idarə edə bilir. Bax, bu andan etibarən insan öz həyatının məsuliyyətini özü götürməyə bacarmalıdır. Bizə uşaq vaxtdan çox təəssüflər olsun ki, ya həyatımızın məsuliyyətini daha yüksək səviyyədə götürməyi etibar edirlər. Yəni biz özümüzü həyatda artıq bir yük kimi hesab edirik. Düşünürük ki, heç kimə lazım deyil. O sevgini bizə vermək əvəzinə
güya məsuliyyətli olmağı öyrədirlər, amma sevgidən də məhrum buraxaraq sən mənə lazım deyilsən, sən artıqsan kimi mesajlar ötürürlər. Və yaxud da ümumiyyətlə məsuliyyət yükləmirlər və uşaq başqalarından, anasından, dünyadan gözləntilər içərisində olur. Uşaq öz gücünə inanmır. Məsuliyyət götürməyən bir uşaq da öz potensialının fərqində olmur. Nəyə qadir olduğunu təyin edə bilmir. Və həmin uşaq da böyüyəndə bu dediyim vəziyyət özünü göstərir. İş tapa bilmir, özünü inkişaf etdirməkdə çətinlik çəkir, həyatda daim kimlərdən nəsə umur, birbaşa olmasa da mənim heç kimə ehtiyacım yoxdur desə belə, yəni öz davranışlarında, düşüncələrində bunu adi şəkildə göstərir. Qısacası, mən ola bilər burada dediklərim hansı ki, insan başqalarından asılı olmamalıdır, insan özünü dərk edib, öz həyatın məsuliyyətini üzərinə götürməlidir deməyim sizin üçün adi bir şey kimi görünə bilər və yaxud da düşünə bilərsiniz ki, mən onsuz da eləyəm, nəyə görə bəs həyatım dəyişmir? Bunu anlamaq şüurlu şəkildə, dərk etmək, təfəkkür tərzində bu şəkildə düşünmək anlamına gəlmir. Yəni, dərk etmək məsələnin ən son mərhələsidir və insan dərk edəndə artıq anlayır və onun həyatına tətbiq etməyə başlayır. Mən də uzun illər anladığımı düşünmüşəm, dərk etdiyimi düşünmüşəm, amma müəyyən bir vaxtdan sonra başa düşdüm ki, əslində mən də kimlərdənsə bir gözlənti içərisindəyəm. Kimisə mənə sevgi göstərəcəyinə, kimisə mənə maddi yardım edəcəyinə, kimisə məni düşdüyüm bataqlıqdan çıxardacağına inanmışam. Bunu dərk edəndən sonra mən həyatımı başqa istiqamətə çevirməyə bacardım. Və seanslarda da iştirak edənlər, hansı ki, düşünürəm ki, bir çox nevrotik pozuntuların səbəbi də budur, yəni kökündə bu dayanır. Və insanı bu dərk etmə səviyyəsinə qədər gəlməyə yardım edəndə insan öz həyatının memarına çevrilir və həmin pozuntular da qismən aradan qalxır. Qısacası həyatımızda bunlara diqqət yetirək və heç kəsdən, heç nədən gözlənti içərisində olmayaq. Gözləntilərimiz də özümüzün əziyyətimiz, zəhmətimiz, əziyyət desəm biraz yanlış olar. Zəhmətimiz əsasında yaratdığımız fikirlər, ərsəyə gətirdiyimiz nailiyyətlərin nəticəsi ola bilər.